Şimal və cənub sərhədləri arasındakı ən qısa məsafənin 47 dərəcə olduğu işıqlama qurşağını müəyyən edək. Belə ki, baxaq bəndlərimizə. Şimal qütbü yazıb. Ümumiyyətlə, şimal qütb işıqlanmanın sərhədləri 90 şimal enliyi ilə 66.15 şimal enliyidir. Biz bunları çıxanda arada 23.5 dərəcə enlik qalır deyə bu yanlış bənddir. Şimal mülayim desək, burada mülayim işıqlanmanın sərhədləri 23.5 ilə 66.15-in arasıdır. Biz bunları bir-birindən çıxsaq, bu dəfə arada 43 dərəcə qalır. Bu da yanlış bənd olacaq. Cənub qütbü desək, yenə bayaqki kimi qütb işıqlanmana aid olan ərazidə aradakı fərq 23.5-dir. Bu da yanlışdır. Mülayim də bayaq dediyimiz kimi 43 dərəcə qalır. Tropik işıqlanma dediksə, 23.5 şimal enliyi ilə 23.5 cənub enliyi arasındakı məsafəni əhatə edir və demək ki, biz 23.5 şimalla 23.5 cənub arasında məsafəni tapsaq 47 dərəcə eləyəcək. Belə ki, doğru bəndimiz tropik işıqlanma qurşağı olacaqdır.